Hər vaxtınız xeyir olsun əziz pasientlər. Bugünkü mövzularımızdan biri də ondan ibarətdir ki, bu çənə onanın displaziyası. Bu çənə onanın displaziyası bu sümüyünün başı ilə çənə hüvəçinin düzgün formalaşmaması nəticəsində yaranan bir prosesdir. Bu ən çox hansı hallarda rast gəlinir? Ən çox yeni doğmuş uşaqlarda, qız uşaqlarında, körpənin ana bətninə düzgün mövqedə olmaması nəticəsində irsi faktorlar bu fəsadla nəticələnə bilər. Müalicəsi ən çox nədən istifadə edilir? Müalicəsində ən çox istifadə edilir fizioprosedurlardan və bandajlardan. Bəzən pasientlərim, kolleqalarım tərəfindən verilən məlumatları düzgün yetirməməsi nəticəsində pasientlər tək bandajdan istifadə edirlər. Pavlik bandaj olsun, yəni istifadə edirlər. Amma hansı bir fizioprosedurdan istifadə etmirlər. Bu da düzgün mövqe deyildir. Məsləhətim bundan ibarətdir ki, həkim məsləhəti olanda, həkim məsləhət verəndə düzgün dinləsinlər. Yəni tək bandaj hər şey deyil. Fizioprosedur olmadan tək bandajdan istifadə etməkdən biz nəticə əldə edə bilmirik. Diqqətli olun, çox sağ olun, minnətdaram.